Dəyərli şagirdlər, hər vaxtınız xeyir. 9 illiyə aid sualların izahına baxaq. 9-un buraxılışına düşə bilər. Birinci 19-cu sualdan başlayaq. Deməli, verilən deyir nöqtələrdə absis oxunun müsbət yarım oxunun üzərində yerləşərsə, deyir ki, K-nı tapın. Yəni, absis oxu, yəni X oxunun üzərində yerləşməsi üçün ordinat bərabər olmalıdır 0-a. Və müsbət yarımox deyir, düzdür? Müsbət yarımox. Bu üçün isə x sıfırdan böyük şərt ödənməlidir. Bizdə indi diqqət edin. Bu birinci ifadə bizdə nədir? X-dır. Bu y-dir. Biz nə demişik? Y sıfıra bərabər olmalıdır. Ordinatın sıfır olması k kvadrat plus k minus 6 bərabər olmalıdır sıfıra. Bir də nə dedik? Absis müsbət olmalıdır. Bu x-dır, bu y-dir. K kvadrat minus 4k plus 3 böyükdür 0 olmalıdır. Aha. Bu iki ifadənin həllinə baxaq. Bu birinci, bu ikinci. Birincinin həllinə baxırıq. K kvadrat plus k minus 6 bərabərdir 0-a. Fikir versəniz, köklər hasili mənfi 6-dır. Köklər hasili mənfi 6-dır. Köklər cəmi isə müsbət, deməli, mənfi 1-dir. Əks işarə ilə deməliyik, düzdür? Mənfi 1-dir. Aha. Buradan köklərə diqqət eləsək, x plus 3, x minus 2-dir. Yəni, x bərabərdir mənfi 3, x bərabərdir 2. İndi isə gətirək, baxın. Bu ifadədə yerinə qoyub yoxlayaq. Misal, biz neçə tapdıq? Mənfi 3. Olacaq mənfi 3-ün kvadratı minus 4 vurulsun mənfi 3 plus 3. Bu ifadə sıfırdan görək böyükdürmü? Bu şərti ödəməlidir. 9 çıxılsın, bu ifadə bizə mənfi verir. Mənfi müsbət 12 plus 3 böyükdür 0. Həqiqətən də 24 böyükdür 0 alınır. Düzdürmü? Deməli, bizim mənfi 3 qiymətimiz hələ ki ödəyir. Bununla yekunlaşmır. Gətirib 2-ni də yoxlamalıyıq. 2-ni yoxlasam, yenə bu qiymətdə olacaq 2-nin kvadratı çıxılsın 4 vur 2 plus 3. Görək 0-dan böyükdürmü? 4 çıxılsın 8 plus 3 böyükdür 0-dırmı? Görək mənfi 4 üstəgəl. Xeyr. Bu şərt ödənmir axı. Deməli, 2 bizə lazım deyil. Bizə lazım olan K-nın qiyməti mənfi 3 olacaq. Keçirəm növbəti suala. Baxıram 14-ə. Verilib ki, x kvadrat minus 9x plus b minus 2 bərabərdir 0-a. Burada məlumdur, bizim köklər hasilimiz b minus 2-dir. Baxın bu ifadə. Köklər cəmi isə əks işarə ilə ikinci ədədin baş əmsalı müsbət 9. Bizə nə deyir? Köklərindən biri digərindən 5% çoxdursa b-ni tapın. Tutalım ki, misal üçün, köklərimiz x1, x2 deyil. Tutalım x1 olsun z, x2 olsun. Nə qədər çox deyir? 5% çoxdur. Z plus 5. Bu ifadədə tətbiq edib tapa bilərikmi? Olacaq birinci ifadədə bizə nə verəcək? Z vurulsun z plus 5 bərabərdir b minus 2. Aşağıda baxsam z plus 5 bərabərdir 9-a. Bu bizə nə verir? 2z bərabərdir 4-ə. Z bərabərdir 2-yə. Düzdür? Z-i 2 tapdım mı? Burada yerinə yaza bilərəmmi? Olacaq nə? 2 vurulsun 7. Buraya yazanda 7 olur. Bərabərdir b minus 2. Buradan da 14 bərabərdir b minus 2. Mənfikini o tərəf atsam b olacaq 16. Yəni mükəmməl bir sualdır. Y bəndi doğru cavab. Sonra baxırıq 10-cu suala. 10-cu sualda x plus y məxrəcdə x 5 olarsa deyir, bizdən baxın bunu soruşur. Bu qiyməti bizdən soruşur. Bu tipli suallarda uşaqlara hər zaman deyirəm ki, bu məxrəcdəki ifadəni vur 5-ə.
x plus y nəyə bərabər olacaq? 5x-ə. X-i bu tərəfə atsam, y nəyə bərabər olur? 5x-dan x-i çıxıram da, düzdür? Y nəyə bərabər olur? 4x-a. Vəssalam. Harda y görürsən, gətir ora 4x-i yaz. X plus 4x böl 4x. Bu da nə olacaq? 5-dən x-i 4-dən x-a bölürəm. X-lar gedir, qalır 5 böl 4. 5 böl 4, yəni A bəndi. Sonra 13. Bizdən nə soruşur? F3. F x minus 2 bərabərdir 3x plus 4 olarsa F3-ü tap. Uşaqlar, ümumiyyətlə bir şeyə diqqət edin ki, misal üçün bizə fx bərabərdir x kvadrat plus misal üçün 4 versə, f3-ü soruşsa, sən artıq x-in yerinə 3 qoyursan da, düzdürmü? Gətirib 3-ü də buraya yazsan, olur 9 plus 4. Tapırsan. Amma bizdə bu fərqlidir. Bizdə deyir ki, bu f3-ü, burada f3 olması üçün məcburam x-in yerinə 5 yazam da, düzdürmü? Çünki x-in yerinə 5 qoyanda 5 çıx 2 artıq f3 olur. Və yaxud ikinci bir həll yolu, əgər bizdən soruşulanı tapmaq istəyirəmsə, 3-ü soruşmur, bu mötərizənin içərisini bərabər edirsən soruşulana x-i tapırsan. Bu tapdığın x-i gətirib burada yerinə yazırsan. Belə. Deməli, x-in yerinə 5 qoysaq, olur 5 çıx 2. Yəni 3 vur 5 plus 4. Aha, deməli f3 bərabər olur 15 plus 19. Düzdürmü? Cavab A bəndi. Sonra 19-da nə deyir? N A birləşmə B. Yəni elementlərinin sayını soruşur. N nə idi? Sayı neçə dənədir? Baxsan, birləşmədə demişik hamısı götürülməlidir, düzdürmü? Eyni olanları çıxart. Eyni olanları çıxart. Düzdür? Amma götürmə şərti ilə də, yəni 1-i götürürəm, 2-ni götürürəm, sonra 3-ü götürürəm, 3-ün birini buradan sildim. Sonra 4-ü götürürəm, sonra 5-i götürdüm, aha. Sonra 6-nı götürdüm, sonra 7-ni götürdüm, aha. 8-i götürdüm, 9, 10. 9, 10. Neçədən olacaq? 4, 8, 10 dənə. 10 olmalıdır cavab. Sonra 20-ci sualda nə deyir? Bir hədlisinin əmsalı qüvvətindən neçə dəfə böyükdür? Əmsala diqqət edin. Baxın, verilən şərt nədir? 4 A kub B üstü 4 3 üstü 2 C üstü 5. Baxın, burada bir dənə təhlükə var. Bax, görürsən? Çox vaxt imtahanlarda yəni belə bir şey olur. Fikirli olursunuz. Bunu misal üçün gözünüzə bu B görsənir və yaxud nəsə görsənir. Elə götürüb bunların qüvvətlərini hesablayırsınız. Bu 9 buradan yadınızdan çıxır. Bunun həll qaydası necə idi? Ədədləri götürüb bir-birinə vurursan. 3-ün 9. Ondan sonra hərflərdən davam elə. Dəyişənlərdən davam elə. A kub, B 4, C 5. Düzdür? 36 A kub, B 4, C 5. 36 əmsaldır. Əmsal 36-dır. Dərəcə nə qədər eləyir? 12. Dərəcəsi, qüvvətin yəni, fərq eləmir. Dərəcə qüvvət. Qüvvət və yaxud dərəcə də soruşa bilər. Fərq etməz. Dərəcə də olacaq 12. Əmsal qüvvətdən neçə dəfə böyük olur? 3 dəfə. Cavab burada olacaq 3 dəfə. Bu da belə. Sonra